Bu videoda yeni karakter olan Glovebird Dimi ne mangoldu bu karakteri aktaracağıq. Karakterin qızdır mı? Bunu bilmənin düz iki yolu var. Birinci yol səsini çıxarsın, səsini belə qulaq asım. Yox, əgər olmursa ikinci yol olan karakterin qılınc ilə savaşır. Bu karakter bu əlcəki ilə qılıncın başını bırak bu yar tuta bilməz. Bu savaşlarına da oxşamır. Bu barmaq atıb qaçanlara oxşayır. Mən bu barədə bir şey deyəmirəm. Karakterin bir Japon animasiyasıdır. Bir tane multfilm var idi. Kayıp balık Memo'du nəzi bildi. Bax o. Oradakı götürən oxşayır bu. Bu kayıp balık Memo var ya. Elə bunun sifətini görüb yoxa çıxıb ya. Yani məntiqli, mən belə bir şey görsəm mən də yoxa çıxaram. Sifata bax, elə bil ki super olmadı. Super Dug'una oxşuyur. Amma sizə bir şey deyim mi? Bu bir çox qəsdən pis yorum yazanlardan daha yaraşıqlıdır. Karakterin bir YouTuber'ım. Bənə. O keçən dəfə belə bir video çəkmişdi. Belə su altında mədəni dildə dil vurma challenge kimi bir şey çəkmişdi. Sonra nə bilim belə 1 milyon like gəlmişdi. Sonra nə bilim utandı, o şeyi sildi, videonu sildi ki bəziləri qısqanmasın belə. Karakterin bir Türk serialındandır. Aslında ora gedəcəkdi, ora başvurdu, belə orada aktyor olacaqdı. O Eşref Tek var, bir dənə serial. Bax o Eşref Tekin yanına getəcəm demişdi. Eşref artıq tək olmayacaq demişdi belə. Orada belə oyuncu olacaqdı. Sonradan bu gördü, bu alınmır. Təzədən dənizin altına dil vurma challenge videoları çəkməyə qayıtdı. Yəni ondan buna orada pulu yoxdur belə. Karakterin 25 yaşından böyükdür. Gözlə baxın. Bir dənə dişi göstər. Uy, bloğuna da başım bırak. Glovebird ya da dal verən. Belə pis çıxmasın. Mədəni dildə sənin dişivin qırağını. Karakterin iki ayağı üstündə gəzir. Yox, o mədəni bir şəkildə kim gəldi, kimliyindən asılı olmayaraq onun qabağında dombalır. Karakterin şarkıcı mı? Fikirləş də bu səhnəyə çıxır və oxuduğu mahnı ilə məşhur olur, belə ünlü olur. Gör buna nə deyirlər Buna bilsən nə deyirlər Dünyaca ünlü Pace. Karakterin futbolçudur. Ronaldo bunu görsə var ya. Gələr bura manatlıq taksi kimi işləyər uğraşdı. Karakterin Brawl Stars oyunundandır. Yox, bazarda akvaryum içində görmüşdüm. Karakterin dəniz ilə əlaqəsi var. Yox, bu dənizi tanımır. Bu karakter dəniz zad bilmir. Bu karakter bax, Xırdalanın kuruğunu tanıyır amma dənizi tanımır. O dərəcə. Karakterin insanları sağalda bilirmi? Glovebird min bir dərdə şifadır. Bir çox dərdiniz mi var? Bir çox probleminiz mi var? Artıq onlara fikirləşməyəcəksiniz. Çünki Glovebird buradadır. Glovebirdin köməyi ilə bu bütün dərdiniz yadınızdan çıxacaq. Çünki bu sifəti görəndən sonra o dərd yada düşər. Bu nə sifət o? Glovebird, yəqin belə oxunur.